Bu bizim produktımızın ümumi görünüşüdür. Yəni hal-hazırda atakların sayının 0 olmasının səbəbi də hal-hazırda yəni sistemimizə qarşı, produktumuza qarşı hər hansısa bir atakın olmamasıdır. Burada Start Monitoring hissəsinə klik edirik və burada atakların sayının dəyişdiyini görəcəksiniz, severitylərinin dəyişdiyini. Bunda səbəb ondan ibarətdir ki, biz burada AI vasitəsilə öz produktumuza qarşı bir sıra ataklar simulyasiya elədik. Və burada da hansı sourcelardan, yəni müxtəlif source IP adreslərindən bizim produktumuza qarşı deməli ataklar olundu və onlara detekt olundu. Məhz burada da gördüyünüz kimi source IP-ni görürük, destination-ı görürük və eyni zamanda detection səbəbini də burada görürük, göstərir. Və tək-tək göstəririk. Burada large payload-a görə, burada shell komandı icra olunub, burada malicious-dır ona görə. Burada base 64 encode edilmiş şəkildə zərərli payload göndərməyə çalışmışdı və burada da yenidən böyük bir payload göndərilməyə çalışılmışdı. Və produktun digər bir funksionallığı olan Packet Inspector hissəsinə keçid alırıq. Packet Inspector hissəsində biz spesifik source IP adreslərindən gələn ataklara baxa bilirik və atak haqqında bütün detalları burada görə bilirik. Necə ki, baxın, ICMP type-ı, checksum'ı, TTL dəyərini, payload size-ı və eyni zamanda yəni payloadun ölçüsünü də görə bilirik və payloadun ümumi hex dəyərlərini görə bilirik. Burada da göstərmişik onu və yuxarı hissəyə gəldikdə tək-tək göstəririk. Məsələn, payload size, TTL dəyəri və eyni zamanda thread ID, timestamp, source IP, destination IP hamısı burada yer alır və digər bir source IP seçirik və high severity-də olan və ona uyğun, yəni yenidən hex dəyərini göstərir. Yenidən və ona uyğun hər bir detalı göstərir. Və forensic hissəsində isə biz burada ümumi atakların görünüşünü, sayını, hansı severitydən nə qədər atakın olduğunu görürük və top thread source hissəsində isə yəni ən çox atak gələn sourceları görə bilirik. Yəni ən çoxdan ən aza doğru yer alır və eyni zamanda recent activity timeline hissəsində isə ən köhnədən ən yeniyə doğru yəni edilmiş atakları görürük və burada da time'ları göstəririk. 13 dəqiqə verilib və thread level disruption hissəsində isə edilmiş atakların vizual olaraq nisbətini görürük.